Salam Vüqar bəy, dəvətimizi qəbul etdiyiniz üçün öncə minnətdarlıq bildirmək istəyirəm. Sizə bəzi suallarımız olacaqdı. Hal-hazırda daşınmaz əmlak bazarına edilən investisiyaların qoyulmasını necə görürsünüz? Hal-hazırda daşınmaz əmlak bazarına edilən investisiyalar hesablamalar aparılmadan, belə deyək də, qeyri-professional investisiyalar olunur. Deyək ki, misallar üzrə deyək, biz bu misalları öz yaxınlarımızda görə bilərik. Deyək ki, kimsə bir daşınmaz əmlak alır, deyək ki, bir ev alır ki, alım qoyum kirayə verim, sabahsı gün oradan bir işləməsəm müəyyən bir qazanc əldə edərəm. Deyək ki, misal üçün, örnək olaraq Sumqayıt şəhərindən Bakı şəhərinin örnək olaraq misal deyəcəm. Deyək ki, Sumqayıt şəhərində kvadratı 1500-2000 manata yeni tikili binalardan ev alırlar. Bunu da 400 manat icarəyə verirlər. Biz ortalama hesablasaq bu 300-350 ay eləyir. Deyək ki, 130 minə ortalama alırlar, 120-140 min arasıdır. 130 min ortalama alırlar, 400 manata verəndə 300-350 ay arası bir şey, bir rəqəm çıxır. Aylara bölsək 300-350 ay öz vəsaitini çıxartmış olur. Biz bunu amma Bakı şəhərinin mərkəzində deyək ki, Targov ilə biz müqayisə etsək, Targovda hal-hazırda ən yaxşı vəziyyət investisiya olunmalı daşınmaz əmlak üzrə Targov hesab olunur. Səbəb, orada 1 kvadrat ev 4000 manata almaq olur. Hansı ki, Hünnərmanovda bugünkü günü Padmayak evi elə 3500-dən start qiymət başlayır. Hələ siz onu alacaqsınız, içini düzəldəcəksiniz, amma bugünkü gün şəhərin mərkəzində düz sahil metrosunun çıxışından 4000 manata rahat şəkildə ev ala bilirsiniz. Və siz 4000 manata aldığınız evi deyək ki, 120 kvadratlıq bir ev alsanız, deyək ki, 500 min manat bir investisiya qoysanız, rahat şəkildə ortalama 2500 manat icarəyə verə bilirsiniz. Deyək ki, 2-3 min arası ortalama 2500 manat icarəyə verirsiniz və bu da ortalama 200 aya qoyduğunuz vəsaiti çıxarırsınız. Amma insanlar heç bu hesablamaları etmədən, deyək ki, mən 120 kvadratlıq ev dedim, oradan 60 kvadratlıq da almaq olar, bir otaqlar da almaq olar, digər sahələrdə almaq olar, imkanına uyğun olaraq. Sumqayıtdan aldığınız zaman qoyduğunuz investisiyanı 300-350 aya çıxarırsınız, amma şəhərin mərkəzinə sahildən aldıqda isə 200-250 aya ortalama çıxarırsınız və bu da həm status prestij baxımından daha yaxşıdır, həm bazarda xaotiklik, yəni qeyri-dəqiqlik hökm sürdüyü üçün, bazar hələ tam oturuşmadığı üçün, təbii ki, bu karantin hadisələrindən, Vətən müharibəsi, 44 günlük Vətən müharibəsindən sonra bazarda qeyri-müəyyənlik, daşınmaz əmlak bazarında qeyri-müəyyənlik hökm sürdüyü üçün bugünkü günü şəhərin mərkəzində olan evlərin qiyməti belə deyək, digər şəhərin digər istiqamətlərində olan yerlərə baxdıqda çox aydın fərqlənir. Bunu qısaca olaraq başqa bir örnək, həm də burada nə irəli əldə etmiş olursunuz? Siz şəhərin mərkəzində aldığınız ev bir neçə ildən sonra çox yüksək qiymətə qalxacaq. Deyək ki, 4000 manat aldığınız ev dəyəri qalxıb 10 min olacaq, amma Sumqayıtda deyək ki, ortalama 1000-1700 manata üzərici aldığınız ev uzağa qalxıb olacaq 2000-2500 manata. Deyək ki, 2 il ərzində olacaq 2500 manat, amma sadəcə 4000 manat aldığınız 2-3 ildən sonra təxminən ən azı bir 2 dəfə qiyməti artmaq ehtimalı var. Buna örnək olaraq nəyi göstərə bilərik? Deyək ki, Sumqayıt şəhərində tikilən evlərin, yeni tikili binaların qiymətindən bunu özünüz hiss edə bilərsiniz. Deyək ki, bugünkü günü Targov ərazisində yeni tikilən binanın 1 kvadratı Padmayak 10 min manatdan aşağı hesablanmır. Yəni, almaq istəsəniz 10 min manatdır. Amma köhnədən tikildiyi üçün, deyək ki, sahil metrosunun düz üstündə İnci rezidansın binasından 4000 manata ortalama mənzillər əldə etmə imkanınız var. Amma Sumqayıt şəhərində deyək ki, 1500 manat alırsınız, fərqi özünüz görə bilərsiniz. Yəni, bugünkü gün 4000 manat alırsınız, amma qonşuluğunuzda hələ heç metrodan da aralı 10 min manata tikilirsə, əlbəttə ki, oradan aldığınız mənzilin qiyməti yaxın dönəmlərdə də qalxacaq. Təbii ki, kimsə deyə bilər, orada 5000-ə də var, 6000-ə də var. Əlbəttə, o evin təmirindən, mərtəbəsindən, baxış istiqamətindən fərqli olaraq qiymətlər oynayır. Amma inanıram ki, sizi yəni ki, 4000 manatdan ortalama qiymət 3500-ə də var, 4500-ə də var, 5000-ə də var. Yəni, yeni tikili binalardan ala bilirsiniz. Hansı ki, onların dəyəri, belə deyək, bu yaxın zamanlarda ən azı 2 dəfə artmaq potensialı daha böyükdür.
Bu sahədə gəlirliyi digər sahələr ilə müqayisə etsəniz necə dəyərləndirərsiniz? Bu sahə ilə deyək, daşınmaz əmlak sahəsinə qoyulan investisiyalarla biz digər sahələrə qoyulan investisiyaları qarşılaşdırsaq, deyək ki, insanların ən çox pullarını banka əmanətə qoyurlar və yaxud da sahibkarlıq fəaliyyətinə qoyurlar. Təbii ki, sahibkarlıq fəaliyyəti risklidir. Yəni orada tam pulunuzun 2 qat əldə etmək qabiliyyəti də ola bilər. Ziyana da gedə bilərsiniz, qoyduğunuz pulları itirə bilərsiniz. Amma ortalama biz sahibkarlıq fəaliyyətinə baxsaq, 20%, 30% civarındadır. Yəni bu qazanclıq qoyulan pulun. Amma banklarda daha qarantiyalı insanlar özlərini hiss edib, həm də baş ağrısı olmadan 12%-dən belə deyək, ən yüksək dərəcə bugünkü bazarda depozitləri bildiyim qədər 12%-dir. 12%-dən qoyub depozitdən gəlir əldə edirlər. Biz bugünkü günü deyək ki, 100 min manat üzərindən misal etsək, 100 min manatı banka qoyub ildə 12 min qazanc əldə edən var və yaxud da ortalama 20-25 min sahibkarlıq fəaliyyətində işləyərək əldə edən var. Biz sadəcə bunu sahibkarlıq fəaliyyəti ilə müqayisə etmək üçün sahibkarlıq fəaliyyətində işləyirsiniz, orada sizin bir əməyiniz olur. Təbii ki, bu əməyin də bir qarşılığı olur. Yəni belə deyək də bir növ yatırımınızı etdiniz və sadəcə qıraqda durursunuz, o yatırımınızdan qazanc əldə edirsiniz. Bu banklara qoyulan depozitlərdən əmlakın alıb icarəyə verilməsi ilə eyni. Bunları biz uyğunlaşdırsaq, bunlar eynidir. Biz bu misal üzərindən çıxsaq, burada 12 min, 100 min manat üzərindən pul əldə edirsiniz. Daşınmaz əmlakdan isə deyək ki, 100 min manat qoydunuz, ortalama 250 aya deyək ki, Azərbaycan bazarında yaxşı halda qazanc əldə edirsiniz. Daha doğrusu 250 aya öz pulunu çıxarır. Bu da illik 5 min manatdır. Deyək ki, ay 400 manata verirsiniz də 100 min manat aldığınız bir əmlak. Bu digərləri fikirləşə bilər ki, burada 5 min əldə elədim, amma banklara depozitə qoydum, 12 min əldə elədim. Amma məncə mənim şəxsi fikrimə əsasən daşınmaz əmlaka qoyulan investisiya daha üstündür. Çünki deyək ki, siz orada depozitə qoyduğunuz zaman aktiv olaraq 12 min əldə edirsiniz. 12 mininiz var illik. Amma siz daşınmaz əmlaka qoyanda 5 min icarə gəlir əldə etməklə bərabər ortalama biz son 10 illiklərə baxsaq, deyək ki, 2015-dən 2025-ə müqayisə etsək, qiymətlərə baxsaq 2 dəfə artdığını şahid olaraq və bu da ortalama 10% illik artım dinamikası deməkdir. Deyək ki, 100 min ev 10 min öz dəyərini artırıb, orta dinamika ilə hesablasaq 5 min də icarədən qazanc əldə eləmişsiniz, bu eləyib 15 min. Amma banklardan 12 min əldə edirsiniz. Bunun üstün cəhəti, digər üstün cəhət odur ki, deyək ki, devalvasiya ola bilər, pulunuz devalvasiyanın nəticəsində itə bilər, bank bağlana bilər və yaxud da digər bizim demədiyimiz sahələr ola bilər. Ona görə daşınmaz əmlak sahəsinə qoyulan investisiyanı daha düzgün hesab edirəm. Daşınmaz əmlak sahəsinə investisiya edən şəxslərə nə tövsiyə edərdiniz? Daşınmaz əmlak sahəsinə investisiya edən şəxslərə onu tövsiyə edərdim ki, İlk öncə daşınmaz əmlaka investisiya qoymazdan əvvəl onların aldıqları əmlakın icarə haqqı ilə o əmlakın əldə olunmasına ayrılan vəsaitə baxsınlar. Deyək ki, bugünkü gün Sumqayıtda 130 min ortalama deyirəm investisiya qoyurlar, daşınmaz əmlak alırlar və 400 manat icarəyə verirlər. Yəni bu 300 aydan yuxarıdır. 350 aya gəlir çıxır bəzi hallarda. Amma deyək ki, bunu şəhərin mərkəzinə qoysalar, həm də burada qiymət artımı məsələsi var. Yəni Sumqayıtda evlərin qiyməti onsuz da qalxdığı qədər qalxıb, yəni bundan yuxarı qalxmaq ehtimalı yoxdur və yaxud da varsa da çox azdır. Amma şəhərin mərkəzində bayaq ki misalda dediyim kimi yeni tikili binalar 10 min manatdır padmayət qiyməti. 4 min manatdan bugünkü gün alsalar, həm deyək ki 500 min manatdakı investisiya qoydular, 2500 manat ortalama olduqda 200 aya öz pulunu çıxarır, amma həm daha tez çıxarır, 200 aya çıxarır. Sumqayıta baxanda Sumqayıt 300 aydır, deyək ki, bura 200 aydır. 50% daha tez çıxarmış olur öz qoyduğu vəsaiti. Həm də ora qoyduğu şəhərin mərkəzinə qoyulan investisiya özünün, deyək ki, 500 minin bir neçə ildən sonra 2-3 il ərzində 2 dəfə daha çox artım potensialı güclüdür. Amma Sumqayıtda deyək ki, qalxacaq deyək ki, 2-3 il 20-30%, amma şəhərin mərkəzində 100% qalxmaq ehtimalı böyükdür. Çünki dediyim kimi o ərazilərdə yeni tikilən binaların kvadrat metri 10 min manatdan startı başlayır.
Və ondan əlavə də onu bildirmək istəyirəm, bu Azərbaycan bazarı üçündür bu dediklərim. Biz əlavə tövsiyə edərdim ki, daşınmaz əmlak investisiya qoyan şəxslər qonşu ölkələrə, Avropa ölkələrinə də bir nəzər salsınlar və baxsınlar. Misal üçün deyək ki, Avropa ölkələrində qazanc bizdən də aşağıdır, hətta Azərbaycandan aşağıdır, orada 350 ayın üzərində başlayır icarədən qazanc əldə etmək, amma deyək ki, Almaniyanı nəzərdə tutalım, amma qonşu Rusiyanı və ya Türkiyə bazarını nəzərdə tutsaq, deyək ki, Rusiya bazarında bu gəlirlik 150-160 aydır. Deyək ki, məsələn, Azərbaycanda 350 aya gəlir, Sumqayıt şəhərində 300-350 aya deyək ki, gəlir əldə ediriksə, amma biz deyək ki, həmin 120-130 mini biz Rusiya bazarına qoyub 150-160 aya o gəliri əldə edirik. Yəni böləndə deyək ki, 400 manat deyil, onun 2 qatını əldə edirik. Hətta 900 manata qədər də belə deyək, Rusiya bazarına bugünkü gündə deyək ki, manat ekvivalentində 130-140 min manat civarında investisiya edib daşınmaz əmlak aldıqda 900 manata yaxın aylıq icarə qazancı əldə etmək olur. Yəni sizdən alıcılar, bizim izləyicilərimiz deyək ki, investisiya etdikdə Rusiya bazarına qoyarlarsa, eyni vəsaiti qoymaqdan 2 dəfə daha artıq icarədən qazanc əldə edə bilərlər və nəzərə alsınlar ki, Rusiyada bununla bərabər Türkiyədə də eynidir. Düzdür, Türkiyədə 200 aydır, 150-200 aydır, amma Rusiya bazarında 140-160 aydır. Rusiya bazarında bunun olmağının səbəbi müharibənin olması ilə əlaqədardır. Orada daşınmaz əmlakın qiyməti enib, amma icarələr yüksəkdir. Amma nəzərə alsınlar ki, müharibə bitdikdən sonra təbii ki, qiymətlər o səviyyədə qalmayacaq. Yəni qoyduqları investisiyalarında 2 dəfəyə yaxın artmaq ehtimalı var. Bunu müharibədən əvvəlki qiymətlərlə müqayisə etsələr, yəni daşınmaz əmlakın qiyməti və onun aylıq icarəsini nəzərə alsalar, görəcəklər ki, orada da elə bizimki kimi ortalama 250 ay civarında olub, bugünkü gün 150 aydır. Yəni bu gün alırlar, deyək ki, müharibə bitdikdən sonra oradakı daşınmaz əmlakların qiyməti də proporsional olaraq təbii ki, artıb. Deyək ki, 1000 manata aldığı 150 min alıb 1000 manata verirlərsə, müharibə bitdikdən sonra həmin daşınmaz əmlakın 250 min olacağını ehtimal edirəm. Çünki orta hesabla 250 aya çıxıb. Sualları cavabladığınız üçün təşəkkür edirik Vüqar bəy. Buyurun, buyurun, çox sağ olun.